Salam əziz və dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Bugün yeni bir mövzumuzun izahı ilə qarşınızdayıq. Bugünkü mövzumuz elmi ədəbiyyatda alqoritmləşmənin əsasları gedir. Biz onu Brenvia adı ilə öyrəndik. Mövzunun izahına keçməmişdən qabaq xatırladım ki, informatikada 3 dənə qol var. Biri Brenvia, biri Hardware, bir də Software adlanır. Software. 3 dənə bizim belə deyim, informatikamızın sahəsi var. Bunları ardıcılıqla getsək, Hardware 1, Brenvia 2, Software 3 ardıcılığındadır. Amma mən həmişə Brenvia'nı birinci keçir, sonra Hardware-ni və digər hissələri keçirəm. Bugün Brenvia'nı keçirəm. Bunun da səbəbi odur ki, bu Brenvia riyaziyyatla bağlı biraz bir şeydir, alqoritmlər. O qədər də çətin bir riyaziyyatlığı yoxdur, sadə riyaziyyatlar var burada. Diqqətli olsaq, misalları çox rahatlıqla həll edə bilərik. Digərləri hardware, software, bunlar qurğularla, proqramlarla əlaqəli bir cəhət olduğuna görə əvvəlcə riyaziyyatı bitirib sonra digər bölmələrə keçməklə bağlı mən belə bir ardıcıllıq qurmuşam. Gəlin başlayaq görək nədir bu alqoritma. Alqoritm ümumiyyətlə belə bir tarixdə şəxs olub, Əl-Xarazmi. Bu kişinin adı ilə bağlıdır. Əl-Xarazmi tərəfindən ilk dəfə yaradılıbdır. Alqoritm müəyyən bir işi yerinə yetirmək üçün, baxın, müəyyən bir işi tutalım A nöqtəsindən B nöqtəsinə getdiyin yol, yəni müəyyən bir işi yerinə yetiribsənsə, müəyyən qayda qanunlardan istifadə eləyibsənsə, o alqoritmadır. Alqoritma qaydası belə təkrar edirəm. Müəyyən bir işin yerinə yetirilməsi ardıcıllığıdır. Alqoritma haqqında biz gündəlik həyatımızdan da nümunələr gətirə bilərik. Məsələn, hər birimiz avtobusdan istifadə edirik. O avtobus xəttlərinin hərəkəti, hər birimiz dərsə gedəndə cədvəldən istifadə edirik. O cədvəllər dərsdən qoşulanda, dərslərdə belə deyək, canlı dərslərdə iştirak edəndə o cədvəllər ki var, onlar da bir alqoritmadır. Eləcə də gündəlik öz həyatımız, səhər yuxumuzdan dururuq, müəyyən bir işlər görürük, müəyyən bir proses keçir, gün keçir, axşam yatırıq, səhər 1-də. Səhər 1-də. Ondan sonraki görürsən, alqoritm müəyyən bir işin ardıcıllığıdır. Və alqoritmlə bağlı bir neçə vacib qaydalar var. Birinci qaydalardan biri odur ki, alqoritmin xassələrini bilməliyik. Bax, alqoritmin xassələrini digər bölmələrlə qarışdırma. Mən nə ilə qarışdıra bilərsən? Məsələn, obyektivlik adlı xassə var. Obyektivlik. Bunu sən gətirib alqoritmə yazanmazsan. Niyə? Çünki bu əsas anlayışlarda informasiyanın xassəsidir. Alqoritm 4 dənə xassəsi var. Bunlardan biri müəyyənlik xassəsidir. Müəyyənlik. İkincisi kütləvilik xassəsidir. Üçüncü diskretlik xassəsidir. Diskretlik xassəsi. Dördüncüsü nəticəvilik xassəsidir. Nəticəvilik. Bax, bu 4 dənə xassə ki var. Bu 4 dənə xassəni hər kəs əzbər şəkildə bilməlidir. Müəyyənlik xassəsi nədir yoldaşlar? Bax, müəyyənlik xassəsi o deməkdir ki, alqoritm müəyyən olmalıdır. Birazdan məntiqini izah edəcəm. Alqoritm kütləvi olmalıdır, nəticə verməlidir. Bu dənə sizə tanış olmayan burada diskretlik sözüdür. Bunu da anlayacağıq. Müəyyənlik nə deməkdir? Bax, məsələn, mən buraya bir dənə riyaziyyat tənlik yazıram. 5x bərabərdir 150, x bərabərdir 30. Mən bunu niyə yazdım? Siz bunu başa düşdünüzmü ki, niyə buradan yekuna cavabı 30 aldıq? Başa düşdünüz, bildiniz ki, hər tərəfi 5-ə böldüm, cavabı 30 aldım. Deməli, yoldaşlar, mənim gördüyüm iş, icraat, sizin tərəfinizdən, məni dinləyənlər tərəfindən, mənə qulaq asanlar, görənlər tərəfindən başa düşülürsə müəyyəndir. Yəni, işin ardıcıllığı aydındırsa, başa düşüləndirsə buna nə deyirlər? Müəyyənlik. Bəzən, bunun əvəzinə determinlik xassəsi də görəcəksiniz. Determinlik xassəsi. Yəni, eyni şeydir. Determin o demək ki, müəyyən olmalıdır. Yəni, müəyyənliyi necə başa düşək? Müəyyən bir iş görülürsə, o başa düşülən olmalıdır. Başa düşülürsə, determindir, müəyyəndir. Keçirik kütləvilik xassəsinə. Kütləvilik xassəsi nə deməkdir? Baxın, yoldaşlar. Məsələn, sizə bir dənə misal örnəyi gətirim. Riyaziyyatda belə bir düstur var da. Yəni, bu dediyim düsturların bizim alqoritmimizlə əlaqəsi yoxdur. Sadəcə olaraq mən başa salmaq üçün deyirəm. B kvadrat plus A kvadratı bərabər C kvadrat. Bu hansı teoremdir? Pifaqor teoremi, düzdür? Bunu niyə buna nümunə olaraq gətirdim? Bax, bu Pifaqor teoremi təkcə bircə dənə üçbucaq üçündür? Yox. Məsələn, mən bir dənə bu üçbucaq çəkmişəm. Deyirəm ki, bu Pifaqor teoremi bir dənə bu düzbucaq üçbucaq üçündür. Fikir düzdürmü? Səhvdir tamamilə. Yəni, bu bütün düzbucaqlı üçbucaqları həll eləmək üçündür. Deməli, bu teorem necə teoremdir? Bu Pifaqor teoremi. Kütləvi teoremdir. Yəni, kütləvi o deməkdir ki,
bir məsələdən hamı başa düşsün, hamı istifadə edə bilsin. Bir məsələ üçün müəyyən olunan qaydalarla o sinifdən, o tipdən olan milyonlarla, milyardlarla məsələnin həllinə sən onu sərf edirsənsə kütləvidir. Kütləvinin ikinci bir sxemi də var. Birinci bu teoremlərlə bağlıdır, misallarla bağlı. İkinci məqam isə odur ki, mənim tutalım ki, elə bir alqoritmadan istifadə etməliyəm ki, hamı başa düşsün. Bax, müəyyəni tutalım, müəyyən bir sinif adam başa düşür, 5 nəfər, 10 nəfər. Amma kütləvi onu ödəmir. Kütləvi deyir ki, kütləvi şəkildə başa düşülən olmalıdır. Dünyada hər kəs bunu başa düşməlidir. Məsələn, bax, birazdan deyəcəm mən sizə. Sözlərlə alqoritmlər deyək. Məsələn, gündəlik həyatımızda səhər durduq, bu işi gördük, bu işi gördük, bu işi gördük. Bunu mən başa düşəcəm. Mənim yaxın dilimi başa düşənlər düşəcək. Türkçə başa düşəcək, düşmənlər başa düşəcək. Çin başa düşəcək mənim dilimi, fransız yox. Deməli, kütləvi o deməkdir ki, sən elə bir alqoritmi deyəndə elə bir vasitədən istifadə etməlisən ki, o kütləvi olsun, yəni hamı başa düşsün, bu ikinci qaydası. Bir də həmin tipdən aid olan məsələlər o tipdən, o sinifdən olan bütün məsələlərin həllində köməkçi olsun. Bu kütləvilik, çətin bir şey deyil. Diskretliklik nədir, yoldaşlar? Diskretliklik, biz əsas anlayış keçəndə diskret sözünü görmüşdük sizlə. Bax, diskret informasiyanın forması da əsas anlayışların mövzusudur. Diskretliklik alqoritmin xassəsidir, bunu qarışdırmayın. Diskretlikliyə necə diqqət yetirək? Baxın, mən həmişə bu misalı, bunu örnək gətirirəm. Çox da aydın başa düşülən bir örnəkdir. Tutalım, bax, bir dənə riyaziyyat müəllimi lövhədə müəyyən bir düstur izah edir. Yazır, bütün hamısını yazıb qutardı. Axırda da uşaqları çönür, deyir, uşaqlar başa düşdünüz. Uşaqlar da ki, heç hansı heç nə başa düşmür. Amma elə müəllimlər də var ki, məsələn, deyir ki, uşaqlar, bax, bu tənliyi burasını əldə elədim, nöqtəmi qoydum. Bura qədər başa düşdünüz? Deyir, başa düşdük. Sonraki addım, bu birinci addım. İkinci addımda da deyir, məsələn, bu misalı burada icra elədim, burada bunu görə aldım, nöqtəsini qoyur. Sonra üçüncü addımı da yenə eyni qayda ilə, dördüncü addımda da eyni qayda ilə və nəhayət beşinci addıma gəlir, çıxır. Baxın, hər bir görürsüz mərhələyə öz nöqtəsini qoydu. Yəni, hər bir misalın, məsələnin həllində müəyyən hissələr yaradırsa, məsələn, birinci hissə, ikinci hissə, üçüncü hissə, sonlu addımlar yaradırsa, bu deməli nədir? Diskret. Yəni, bu şəxs informasiyasını başa düşən olmaq üçün müəyyən kəsintilər yaradır. Bax, diskret kəsmək deməkdir elə. Müəyyən kəsintilər sonlu addımlar yaradır. Yoldaşlar, sonlu söz, ümumiyyətlə bu son sözünü bu xassələrdən nəticəvilikdə də görəcəksiniz, diskretlikdə də görəcəksiniz. Bunlar tamamilə fərqli bir şeylərdir. Bu, indi nəticəviliyi deyim, başa düşəcəksiniz bunların fərqini. Bax, məsələn, mən bəlkə misala qaydıram. Deyirəm, 5x bərabərdir 150, x bərabərdir 30. Burada mən sona gəlib çıxmışam, nəticə almışam. Bax, nəticəm budur. Alqoritmin sonudur. Sonudursa hansı xassədir? Nəticəvi. Mən desəm ki, bax, tutalım 5x minus, tutalım 5 bərabərdir 155. Bu birinci addımım. Sonra deyirəm 5x bərabərdir 150. Burada da bunu bu tərəfə keçirdim. Bu da ikinci addımım. Sonra üçüncü addımım x bərabərdir 30. Baxın, burada hansı iki dənə xass sözünü göstərir? Diskretlik, nəticəvilik. Bax, burada da son söz var. Bax, buradakı son sözü nədir? Mən bir dənə addımı yekunlaşdırdım, son qoydum. Sonra keçdim ikinci addıma. Sonra keçdim üçüncü addıma. Deməli, hər bir addımın sonunu soruşursa, deyirsə, hansı xassədir? Diskretliklik. Ümumiyyətlə, algoritmanın yekunudursa, nəticəsidirsə nədir? Nəticəvilik xassəsidir. Bu da yaxşı yadınızda saxlayın. Bu lazımlı bir məqamdır. Keçək digər hissələrə. Deməli, yoldaşlar, algoritmdə təsvir üsulları var. Təsvir üsulları. Deməli, birinci, sözlərlə təsvir. Sözlə təsvir. İkinci, psevdokodla təsvir. Psevdokodla təsvir. Üçüncü, proqramla təsvir. Dördüncü, blok sxemlərlə təsvir. Blok sxemlərlə təsvir. Bax, təsvir üsulları o deməkdir ki, yəni sən müəyyən bir algoritmi necə qarşıdakı şəxsə çatdırırsan, qarşıdakı şəxsənin algoritmini necə başa düşsün. Bunlardan birincisi sözdür. Söz yadınızda saxlayın, kütləvi deyil, kütləvilik xassəsini ödəmir. Niyə? Bax, bayaq da dedim. Sözlərlə deyirəmsə, hər öz algoritmasını deyəcəm. Mən filan kəsin əlinin və əlinin algoritmasını başa düşməyəcəm. Bilməyəcəm ki, o nədir. Amma müəyyən elə bir üsullardan istifadə edə bilərəm ki, məsələn, blok sxemlər birazdan haqqında danışacağım. Bu ümumi qaydaya tabidir. Mən də, bir fransız da, bir çinli də, bir italyan da hamı bu blok sxemin qayda məntiqini bilir.
bir-birimizin dilini bilib başa düşməsək də, bu blok sxemlər ümumi şablondur. Hamı bunu başa düşür. Bunlardan istifadə edəndə hamı üçün kütləvi olur. Söz nədir? Söz bildik ki, sözlərlə təsvirdir. Hərə öz alqoritmasını sözlə deyir. Bu bir. İkinci gəldi pseudokod. Bu biraz gülməli xarakter daşıyır. Həm də istifadə etdiyimiz bir şeydir. Bax, pseudokodun tərifi. Formal dildən, təbii dildən, üzr istəyirəm, formal dil yaradırsınız. Yəni nə deməkdir? Bax, bu salam sözü var da dilimizdə. Bəzən gənclər WhatsApp-da ərinir salam yazmaq əvəzinə sılımı yazır. Yazıbsınız heç? Yəqin ki, yazıbsınız. Ondan sonra necəsən əvəzinə, necəsən sözünü yazmaq əvəzinə yazır necəsini. Mən bir dənə kontaktlı adım yazıblar. S-Y-H-N M-L-M. Nə varıblar bunlar? Bu təbii dilin, təbii sözü özlərinə bir dənə forma yaradıblar. Bax, necəsənin təbiisi budur. Formal bir forma yaradıblar. Mənim adımı tutan, daşıdığım titulu qısaldıb bir formaya salıblar. Yəni, bu da olub pseudokod. Pseudokod təbii dildən formal dilə gətirmək. O qədər sözlər var. TŞK, DYMZ, nə bilim, yadınıza düşdüysə siz də özünüzdə əlavə edərsiniz. Bax, bunlar pseudokodlardır. Təbii dildən formal dilə keçirilər, ifadə olunan alqoritmlər. Proqramlar. Proqramlar, bunu yadınızda saxlayın ki, ancaq və ancaq kompüterdə istifadə olunur. Kompüterdə istifadə olunan alqoritmlərdir. Gəldik blok sxemə. Bayaq da dedim, blok sxemlə olan alqoritmlər içərisində ən kütləvi başa düşülən alqoritmadır. Alqoritmanın təsvir üsuludur. Yəni, niyə? Gəl buna baxaq. Baxın, bəzi blok sxemlər var ki, məsələn, bu blok sxemimiz var. Ondan sonra blok sxemlərdən biri belə halqavari bir blok var. Ondan sonra belə bir paralelograma oxşar bir fiqurumuz var. Ondan sonra adi, biraz düzbucaqlıdır, bu düzbucaqlı formada çəkir, düzbucaqlı var. Sonra var belə bir blok. Bunların hamısını deyəcəm mən sizə. Bu blok var. Belə, bu bloklar var. Bir də ən axırda yenə bu dairə formasının biri var. Bu blokların mənası hamı başa düşsə, bütün hamı buna istifadə edəcək. Bu bloklar nədir? Yəni, bunu ardıcıl şəkildə düzəlsə olsaq. Birinci yerdə budur. Yəni, bu giriş blokudur. Hamı bunun məntiqini bilir ki, alqoritm buradan başlayır. Giriş buradandır. İkinci, verilənlər blokudur. Yəni, məsələn, A bərabərdir 5, B bərabərdir 4. Verilənlər məlumatlar burada daxil olunur. Üçüncü, gəlir burada hesablama həyata keçirir. Hər bir dənə blokumuz yadımızdan çıxıb, vacib blokumuz, şərt bloku. Rotla ifadə olunur o da. Bu hesab blokudur. Burada da hesab həyata keçirilir. Məsələn, A çıxaq B. Hesablar həyata keçirilir. Bu şərtdir. A böyükdür B. Bəzən buna məntiqi, bəzən seçmə, bəzən də şərt adı ilə deyirlər. Hamısı eyni şeylər. Hesab bloku da budur. Keçdik bura. Bu çap blokudur. Məsələn, ən axırda A-nı tapsan 15. Gətirir A-nın 15 qiymətini burada çap edirsən. Bu da yekun blokdur. Bu da yekunda. Məsələn, 15-i orada alıbsansa, burada da yekunda da eyni qiymət ifadə edirsən. Yəni, gördüyünüz kimi, bunlar hər bir fiqurun bir dənə özünün özəlliyi var. Bunu hamı bilir, başa düşür. Hansı dildə, hansı milliyyətində, hansı irqdən asılı olmayaraq, hər kəs bunu başa düşürsə, bu necədir? Kütləvi üsuldur. Kütləviliyi ödəmiş olur. Növbəti, alqoritmin növləri. Danışıq alqoritmin növlərindən. Qələmimizdə dəyişək. Daha vacib bir hissəyə gəldik. Növləri. Alqoritm növləri hansılardır? Xətti alqoritmlər var. İkincisi, dövrü alqoritmlər var. Üçüncüsü, budaqlanan alqoritmlər mövcuddur. Yəni, cəmi cümlətanı alqoritm 2 dənə növ var. Xətti alqoritmin tərifini necə deyək? Əvvəlcə elmi cümlə, sonra loru dilindən başa düşək. Xətti alqoritm bir xətt üzrə təkrarlanmayan istiqamətdə gedirsə alqoritm, xətt alqoritmdir. Dövr alqoritm. Əgər alqoritm dövr eləyirsə, dövr şəkildə davam edirsə, dövrüdür. Əgər alqoritm verilən şərtdən asılı olaraq, şərt bloku buydu axı, A böyükdür B. Verilən şərtdən asılı olaraq iki budaqdan ya bu hə budaq olacaq, ya yox budaq olacaq. İki budaqdan birində davam edirsə, bu olur budaqlanan. Gəlin bunun indi Lordindən izahına baxaq. Xətti alqoritm nə deməkdir? Yəni bu alqoritmlər bizə də icra olunur.
Yəni ikinci dəfə bunun təkrarı yoxdur. Bax məsələn, bayaq nümunə 5x bərabər 150, x bərabər 30. Yoldaşlar, siz mənə deyin görün, bunu təkrar hesablaya bilərəmmi? Bunu hə-yə, yoxa bölə bilərəmmi mən? Bizə dəfə getdim, bizə dəfə əldə elədim, vəssalam. Deməli, xətti algoritmi nədir? Bizə dəfə istifadə olunur, bizə dəfə də çıxır gedir. Məsələn, həyatda bir neçə nümunəni gətirə bilərik sizlər üçün, nümunə kimi. Bax məsələn, gedirik bankomatdan pul çıxartmağa. Hamımız getmişik, stipendiyalar köçəndə, maaş köçəndə pul çıxartmağa getmişik. Getdik, bankomata yaxınlaşdıq, kartımızı saldıq, kodumuzu yazdıq, pulumuzu götürdük, çıxdıq, getdik. Təkrar eləyən var onu. Gedib təkrar gəlirsən, bu dövr eləyə, yaxud da ki, orada hə, yox, qollarını arırsan. Elə şey var, yox. Sən deməli işi neylədin? Bircə dəfə getdin, kartını taxdın, pulunu çıxartdın, getdin. Deməli, bu necə algoritmdir? Xətt algoritmdir. Xətt bir xətt üzrə hərəkət edir sənin gördüyün işlər. Amma dövrü tamamilə fərqlidir. Dövrdə yəni necədir? Adı üstündə dövr edir. Baxın, tutalım ki, həftənin 2-ci, 5-ci günləri saat 20:00-da informatika dərsiniz var. Yoldaşlar, bu bircə dənə həftə üçündür, yoxsa bütün dərs dövrü üçündür? Təbii ki, bütün dərs dövrü üçündür. Yəni sən bu həftə də bu tarixdə qoşuldun, ikinci həftə də bu tarixdə qoşulsan, yəni eyni bir sistem müxtəlif cəhətdən təkrar olunur. Məsələn, başqa bir örnək, həyatdan yenə gətirək. Tutalım ki, avtobus xəttinə minirsiniz. Gəncədə yaşayanlar bilər. 7 nömrəli avtobus. 7 nömrəli avtobusun bircə yerdən, tutalım A nöqtəsindən bircə dənəsi keçir? Yox. İstənilən qədər 5 dəqiqədən biri keçir. 5 dəqiqədən biri keçir. Yəni, dövr eləyə algoritm icra olunur. Təkrar icra olunursa, bu necə algoritmdir? Dövr algoritmdir. Budaqlanan algoritm məntiqi çox sadədir. Verilən şərtdən asılı olaraq iki dənə budaqdan birinə gedirsən. Yəni, bunun mahiyyəti nədən ibarətdir? Tutalım ki, sana şərt veribdir ki, A böyükdürmü C-dən? A-nın da qiymətini qıraqda yazır. Bu, daxil edilmə blokunda. A-nın qiyməti 5, B-nin qiyməti bərabər 7. Deyir, 2 dənə şərtdən asılı olaraq gedəcəksən. Hə qoluna, yaxud da ki, yox qoluna. Baxırsan, A-nın qiymətini gət yerinə yaz 5, B-nin qiyməti, daha doğrusu C-nin qiyməti 7. 5 7-dən böyükdürmə dostlar. 5 7-dən baxırsan ki, böyük deyil. Onda sən hara gedəcəksən? Yox qoluna gedəcəksən. Və yaxud da tərsinə olsaydı, işarət tərsinə olsaydı, C böyükdür, yəni 7 böyükdür 5-dən, onda hansı qola gedəcəkdin? Hə qoluna gedəcəkdin. Yəni sən 2 qoldan birinə gedirsənsə nədir bu? Deməli, bu da budaqlanan algoritm olmuş olacaq. Bununla bağlı bir neçə vacib detallı deyim sizə. Bu, sizin imtahanınızda lazım olacaq bir məqamdır. Dövrünün növləri. Dövr algoritm. Dövr algoritmdə 1.1 yazaq. Ön şərtli. 1.2 yazaq. Son şərtli. Olmaqda 2 dənə növ var. Ön şərtli nə deməkdir? Çox sadə məntiqi var. Şərt blok hansı idi? Budur da. Şərti aşağıda verirsə, burada tutalım daxil hesab bloku verirsə, buradan təzədən gedib algoritm bura şərtə daxil olursa, görürsən dövr eləyir. Burada dövr elədi. Deməli, şərti birinci verib, sonra hesablamanı verirsə nədir bu? Ön şərtdir. Son şərtdə də necə olur çıxayım? Son şərtdə belə olur. Deməli, əvvəlcə daxil eləmə bloku A bərabər tutam ki 10. Sonra keçir aşağıya hesab bloku. Sonra gəlir burada şərt bloku. B-yi də qıraqda tutam yazaq 9. Məsələn, burada da deyir ki, B böyükdür A-dan. Sən buraya əsasən təkrar hərəkət edirsən bu istiqamətlərdən birində. Deməli, bax, sənin şərtini ən yekunda aşağıda verirsə, bu da nədir? Son şərt. Vəssalam, şərt bloku əvvəldədirsə ön şərtdir, şərt bloku sondadırsa son şərtli olur. Dövrünün bir dənə də xırda növləri var. 1.1.A, 1.1.B deyək buna da. Bax, son şərtlinin, ön şərtinin belə bir növ var. Sadə mürəkkəb. Əgər algoritma 2 addımdan sonra, maksimum 2 addımdan sonra geri qayıdıb təkrar olunursa, sadədir. Yox, algoritman 2 və daha çox addımdan sonra təkrar olunub dövr edirsə, mürəkkəb. Qurtardı. Dövrünün növləri bulardır. Dövrünün bir dənə fərqli növü yox, qolu deyək. Bir dənə qolu var. Bunu mən sizə testlər üzərində izah edəcəm. Modifikasiyalıdır. Modifikasiyalı dövr. Modifikasiyanın belə bir trapesiyaya oxşar fiquru var. Trapesiyanın tərkibində 2 dənə kəmiyyəti olur. A, B, I kəmiyyəti. Bunu da test üzərində izah edəcəm. Yanınıza saxlayın ki, bu dövrə aiddir və dövrü algoritmdə modifikasiyadan istifadə olunur. Bu da 3-cü kəmiyyət artım kəmiyyətidir. Bunu test üzərində izah edəcəm.
Dövr alqoritmə bağlı bir neçə məsələ testlərdə qarşınıza çıxacaq. 1. Tutalım ki, parça daxilində tutalım 10 parçası daxilində hər bir kəmiyyətinin A-nın bərabər qiymətini tap. Bu qiymətlərdə A-nın qiymətini tap. A plus B-ni A-nın qiyməti tutalım 5 olarsa, nə olarsa, 1 daxil olarsa, olmazsa. Ümumiyyətlə, sizə parça verərsə, sən təkcə görürsən, bu daxildir, burada mötərizəsi var. Sən deməli 1-i də, 2-ni də, 3-ü də, daha ki 10 da daxil olmaqla bütün qiymətləri misalda yerinə qoyub tapmalısan, bəli tapmalısan. Deməli, hər dəfə fərqli rəqəmlər yerinə qoyub dövr eləyəcəksən. Deməli, parça daxilində olarsa nədir bu? Dövrü. 2. Qarşına çıxa bilər, diqqətli ol. Məsələn, deyəcək ki, verilmiş 100 ədəd arasından, bax, demir 100 rəqəmi, 100 dənə ədəd arasından, fərqi yoxdur. Bu, ondan başlayar. İstəyirsən 100 dənə ədəd, onun biri 1 milyon da ola bilər. 100 dənə fərqli sağ ədəd verib. Ümumilikdə 100 dənədir. Deyir, bunların içərisindən ən böyüyü. Bax, ən böyüyü. Sən burada, bunu mən şərti olaraq yazmışam. Bunu gedib, xətti və yaxud da ki, budaqlanan götürənməzsən. 100 dənə ədəd verib, sən nə bilirsən bunun hansı böyükdür, hansı kiçikdir. Sən onu bilmək üçün, bu rəqəmlərin hər birinə ayrı-ayrıqda baxmalısan. Deməli, hər birinə ayrı-ayrı baxanda eyni prosesi icra eləyəcəksən. Deməli, sən nə edəcəksən? Dövr alqoritmini istifadə edəcəksən. Bu qədər. Keçirik digərlərinə. Budaqlanan alqoritmə bağlı da bir dənə nəzəriyyə məqamını izah edeyim sizlərə. Budaqlanan alqoritmin növləri. 1. Tam budaqlanan. 2. Natamam budaqlanan. Bizim magistr imtahanımıza belə şeylər dərinliklə düşürmü nəzəri olaraq düşmür, amma testlərdə işləyəndə sizin qarşınıza çıxacaq deyə bunları izah edirəm. Tam budaqlanan nədir, natamam budaqlanan nədir? Bilirsiniz ki, şərtdə asılı olaraq sən ya hə qoluna, ya yox qoluna, bəzən plus minusla da göstərirlər. 2 dənə qoldan birindən gedəcəksən. Bu 2 qoldan birindən, hər ikisindən hərəkət eləyəndə sənin qabağına hesab bloku çıxırsa, bax, ikisində də plusa da gedəndə, minusa da gedəndə və ya fərqi yoxdur, A-ya da gedəndə, B-yə də gedəndə sənin qabağına hər ikisində də hesab bloku çıxırsa, bu tam budaqlanandır. Yox, sənin qabağına buradan getdin, tutalım ki, plus qolundan getdin və yaxud da ki, minus qolundan getdin. Hansısa qoldan birindən gedəndə gördün ki, bircə dənə hesablı bloku var. Bax, gördün, gəldin, bircə dənə hissədə hesab bloku var. Yəni, bu hissə ilə gəldin, buradan birbaşa cavaba çıxdın. Deyəcəksin ki, mən bayaq birdən cavab həyə yollayarsa məni. Bunda heç nə. Sən gəlib birbaşa cavab çap edəcəksən. Əgər şərtin qollarından birindəcə sənin hesab blokun varsa, natamamdır. 2 dənə hesab blokun varsa tam, bircə dənəsi varsa natamam. Bu qədər bəsit, bu qədər sadə, bu qədər çətin bir şey yoxdur, dostlar. Alqoritmin həll olunma ardıcıllıqları. Birinci, kompüterdə bildik ki, proqramlarla istifadə olunur, yaradılır alqoritmlər və bir neçə növ ardıcılığı var. Bunun 5-6 dənə ardıcılığı var, bunun 5 dənə ardıcılığı var. Bunu ardıca bilmərsiniz. Birinci, məsələnin qoyuluşu. İkinci, məsələ analizi, deməli, nəticələrin, məsələnin analizi, üzr istəyirəm. Həll alqoritmi yaradılması. Nəticələrin sazlanması. Bir də təhlili. Bunu 5-ni də əzbər şəkildə bilməlisiniz. Testlərdə qabağınıza çıxacaq. Bu da sizin alqoritmlə bağlı nəzəriyyə hissəniz. Nəzəriyyədən bu qədər. Keçək indi növbəti məsələyə, misallar bölməsinə. Misalları necə həll olunur alqoritmin? Bunu yaxşı olardı ki, ikinci bir videoda çəkərdim. Test üzərindən, PDF üzərindən. İkinci bir videoda görüşərik yoldaşlar. Bir dənə görün mümkündürsə buradan açsam, ikinci bir videoya keçmək